İnsan tənha deyil, möhkəm, qüdrətli, güclü və onu sevən Allahla üzbəüzdür, onun arxasında da onu əhatə eləyib. İnsan bu yanaşma ilə dünyasını cənnətə çevirir. Bu yanaşma insanı cənnətə çatdırır. Bəlaya dözməyin keçən dəfə dediyi bir də işarə eləmək istəyirəm. İnsanın şəxsiyyəti ilə əlaqəli hissəsi də var. Bəzən iman yoxdursa da, bəzi adamlar var, o qədər şəxsiyyətlidir, deyir, ayıbdır ki, bir dənə indi sıxıntı gələn kimi özüm itirim. Özünə, şəxsiyyətinə sırışdırılır. İman olmasa da bəziləri şəxsiyyət səbəbindən, imanı zəif olsa da, özünə günah vaxtı, bəla vaxtı günah etməyi, bəla vaxtı özünü itirməyi rəva bilmir. Güclü adamlar bəla ilə düz davranır. Bəla ilə doğru davranmağın amillərindən biri də əqli cəhətdən bəlaya yanaşmaqdır. Ağla söykənməkdir. Rasional yanaşmaqdır. Bəzi adamlar var ki, mən görmüşəm belə adamlar, kitablarında da görsən, dinlə, İslamla da o qədər əlaqəsi yoxdur, rasional yanaşır həyata, emosional yox. Rasional yanaşır. Əlbəttə, mən həmişə bunu deyirəm, rasionallıq, emosionallıqla bir-birini tamamlamalıdır. Nə quru rasionallıq düzdür, nə emosionallıq. İkisi də bir-birindən ayrı olsa düz deyil. Rasional təməl üzərində qurulan emosionallıq, dinin yaratmaq istədiyi insan nümunəsi budur. Əqli təməllər üzərində yaşayır, amma görürsünüz, Quranda deyir, gözlərindən yaş axar. Quran onlara oxunduğu zaman filan olar, səcdəyə gedərlər. Bu emosiyanın Qurandan, ağıldan qaynaqlandığını vurğulayır. Nəsə sözüm o deyil, insan həyata rasional yanaşsa, anlayır ki, bəlasız, sıxıntısız dünya yaranmayıb.